Bakallan partladan oğlan. Azərbaycandakı bütün qızların şotunu bağlayan. Bakallan partladan. Sonra nə deyim? Qaldırın erkən sağlıq gəldi eşitmədiniz. Bəs mən vaxtilə demişdim axı ki, bu İlham Əliyevin şortu gəlini Alona Əliyevanı müdafiə eləyənlər də Alona kimi şortulardır. Bu qızı tanıdınızmı? Hansı ki indi bugün Azərbaycan xanımlarını təhqir edir. Bu qız vaxtilə Alona Əliyevanın dağına girməyə çalışırdı. Və mən bu Novruz bayramında bir şəhid ailəsinə ziyarət etmək, onun qonağı olmaq istəyirəm. Bu mənim üçün çox böyük bir fəxr olar. Soruşsanız ki, bu fikrə hardan gəlmişəm? Mən Alona Əliyevanın şəhid ailələrinə dəstəyini görmüşəm və ondan ilhamlanaraq bu addımı atıram və düşünürəm ki, Alona Əliyevanın paylaşımları, onun etdiyi xeyirxah yardımlar hər birimizi ilhamlandırır. Bakallan partladan oğlan. Azərbaycandakı bütün qızların şotunu bağlayan. İndi isə bu əxlaqsız çıxıb deyir ki, tanış olun, bu qaqaş bütün Azərbaycan xanımlarının şotunu bağlayan qaqaşdır. Mən belə başa düşdüm ki, bu oğlan, bu qaqaş elə şortu Alona Əliyevanın da, Qayfarik Leyla Əliyevanın da, Arzu Əliyevanın da, hətta o qoca qarğa Mehriban Əliyevanın da şortunu bağlayıb. Elədir? Soxum sizin qeyrətinizə. İlham Əliyevə bax belə şortular lazımdır. Size malzeme hediye hazırlamışım. Bugün. Yukarıda bir de bugünkü tarih.